Değerli qardaşlarım, izzətli möminlər, bizləri yoxdan var edən, əbədi güc və qüdrət sahibi olan Allaha həmd səna ilə başlayırıq. Salatu səlam insanların ən xeylisi olan, aləmlərə rəhmət olaraq göndərilən Muhammed sallallahu aleyhi və səlləmə, onun pak əhli beytinə və əshabına olsun. Xütbəmin əvvəlində oxuduğum ayət-i cəllədən də məlum olduğu kimi Əhzab surəsinin 33-cü ayəsində aləmlərin Rəbbi olan Allah belə buyurur ki, ey əhli beyt, həqiqətən Allah sizdən pisliyi uzaqlaşdırmaq və sizi tərtəmiz etmək istəyir. Bugünkü xütbəmizin mövzusu İslam tarixinə adını qızıl hərflərlə yazmış Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin nəticəsi olan məşhur ləqəblərindən biri Zeynül Abidin olan bir möhtərəm şəxs barəsində danışmaq istəyirik. Əsl adı Əli İbni Hüseyn, anasının adı 3-cü Yezdəcirdin qızı Şahrubanıdır. Mədinədə Hicri 38, miladi tarixinə isə 659-cu ildə dünyaya gəlməsi rivayətlər vardır. Künyəsi Əbu Muhammed, Əbu Hüseyn olur. Onun məşhur ləqəbləri Zeynül Abidin, yəni ibadət edənlərin zinəti, Səccad, çox səcdə edən və Seyyidül Səcidin, səcdə edənlərin əfəndisi olaraq zikr edilir. Yaşadığı dönəmdə bilirik ki, Həzrət Hüseynin 10 Muharrəm 61-ci ildə, miladi tarixinin 680-ci ildə məşhur İslam tarixində Kərbəla hadisəsi olur. Və Həzrət Hüseynin o qətliamda tək sağ çıxan övladı olur. Orada 2 dənə əli olur. Biri Aliyül Əsğar, yəni kiçik əli, biri isə Aliyül Əkbər, böyük Əkbər, yəni böyük əli. Böyük əli şəhid edilir, yəni təxminən 70-dən çox şəhid olanlardan 23-ü Əhl-i Beytdən idi. Dəyərli qardaşlarım, Zeynül Abidin həqiqətən də elmdə, irfanda, təqvada, zöhddə çox öndə olan bir insan olur. Çünki Allah Azza və Cəllə onları tərtəmiz edib. Tərtəmiz nəsildən belə mübarək insanlar çıxar. Yaşadığı dönəmdə böyük fitnələr olmasına baxmayaraq, həqiqətən də heç bir siyasətə qarışmamış, elm, irfan və ibadətlə məşğul olur. Və bir gün məşhur bir qissəsi var, yəni təvazu, zöhd və insanların onu sevməsi barəsində məşhur bir qissə var. Hişam bin Abdülməlik bir gün həcc mövsümündə Kəbəni təlaf etdikdən sonra Hacərül Əsvədi öpmək istəyir. Amma bilirik ki, həcdə ömrədə olanlar bilir ki, Hacərül Əsvəd, yəni qara daşı öpmək çox çətin olur. Hər zaman onun qarşısında bir izdiham olur. Bu əsnada Ali İbni Hüseyn, yəni İmam Zeynəl Abidin, Allah ondan əbədən razı olsun, o gəldiyi zaman hər kəs ona yol verir. Yol açır və o gəlir, Kəbəni istilam edir, öpür və geri çəkir. Və bu əsnada Şam əhlindən biri bu Şamdan soruşur ki, bu kimdir? Deyir, bilmirəm, tanımıram. Halbuki tanıdığı halda bilmirəm, deyir. Və bu sözü eşidən şair Fərəzdaq var. Onun qəsidələri məşhurdur. Bir şeir deyir. Bu elə bir şəxsdir ki, bütün Məkkə torpağı onun ayaq izlərini tanıyır.
Kəbə də, hil də, haram da onu tanıyır. Bu Allahın bəndələrinin ən xeyirlisinin oğludur. Bu təqvalı, pak, təmiz və məşhur bir şəxsdir. Əgər sən onu tanımırsansa, bu Fatimənin oğludur. Onun babası ilə Allahın peyğəmbərləri sona çatmışdır. Yəni sən tanımıram deməklə bu həqiqəti dəyişmir. Necə ki Allah Azza və Cəllə daşları fərqli yaratmış. Qızıl, torpağın, palçığın içində də olsa nə eləyir? Allah onu parıldadır. Onun hər iki əli xeyir və xeyir mənbəyidir. İnsanlar onlardan daim bəhrələnir və o heç vaxt əli boş qalmaz. Yəni bu da onun səxavətini göstərir. Bilirik ki, həqiqətən də İmam Zeynəl Abidin səxavəti ilə məşhur bir şəxs olur. Yəni bugün insanlara təlqin olunan saxta babalar var. Əsl həqiqətən də Mədinədə ehtiyac sahiblərinə gecə vaxtı ərzaq daşıyan bu şəxs olur. Dəyərli qardaşlarım, həmin şəxs, yəni Ali ibn Hüseyin dünyadan köçərkən onu yuyan insanlar onun belində qabar görürlər. Baxın, onu yuyarkən onun belində qabar görürlər və anlayırlar ki, bu ərzaqları gecə vaxtı ehtiyac sahiblərinə heç kimin görmədiyi bir şəkildə paylayan həmin şəxs. Baxın, başqa bir rəvayət var ki, vəfat etdikdən sonra Mədinədə elə insanlar var idi ki, dolanışlıqlarının haradan gəldiyini bilməzlər. Əli ibn Hüseyin vəfat etdikdən sonra gecələr onlara gətirilən yardımların kəsildiyini gördülər. Anlayırlar ki, bu ərzaqları, bu xeyir əməlləri görən Əli ibn Hüseyindir. Həqiqətən də biz də şahid edirik ki, ya Rabbim, Peyğəmbərimiz və onun əhl-i beyti bizlər üçün örnəkdir və biz onları sevirik. Və hicri tarixlə 94 və ya 95-ci ildə, miladi tarixlə isə 712-ci ildə dünyadan axirətə irtihal etmişdir.